Zamandan zamana, dünyadan dünyaya uzanan yollar var. Sema yolu, eşk yolu, ışık yolu, Tanrı yolu, söz yolu. Hər yol bir başlanğıc, hər başlanğıc bir seçimdir. Biz də bir yolu seçdik. Bir ev, bir ömrün sığındığı yerdir. Bəzən isə bir ev, bir xalqın düşüncə məkanı, söz ocağı, bir şair dünyasına açılan qapıdır. Azərbaycan ədəbiyyatında öz yolu olan, milli özünüzlər hisslərini poeziyaya çevirən Azərbaycanın görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyindəyik. Çox xoş gəlmişsiniz. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin ev muzeyi Şəkimizin ən qədim, ən böyük tarixi məhəllələrindən biri olan Yuxarıbaş məhəlləsində yerləşir. Şair 9 yaşına kimi burada yaşayıb. 9 yaşından sonra o dövrün ictimai, siyasi hadisələri ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçüb. Bakıda yaşayıb. 50-ci illərdən sonralar Bəxtiyar Vahabzadə qəlbini xalqına verən şair evini xalqın evlatlarına bağışlamışdı. Hörmətli prezidentimiz 2015-ci ildə Azərbaycan ədəbiyyatında, Azərbaycan elmində, Azərbaycan ictimai siyasi həyatında fəaliyyətini nəzərə alıb sərəncam verdi ki, Bəxtiyar Vahabzadənin ev muzeyi yaradılsın. İkinci bir sərəncam da verdi ki, Bəxtiyar Vahabzadənin evində uzun illər fəaliyyət göstərən uşaq bağçası üçün muzeyin qonşuluğunda Şəki evlərinin interyerinə uyğun, Şəki memarlığına uyğun gözəl bir uşaq bağçası tikilsin. Muzey 2017-ci ildən fəaliyyətə başlayıb, uşaq bağçası da 2018-ci ildə hazır olub, ona görə də ikisinin birlikdə açılışı olub. Bəxtiyar Vahabzadə 1973-cü ildə Şəkinin aşağı hissəsində özünə ev tikdirib və ömrünün axırına kimi hər yayda Şəkidə olub. Demək olar ki, Şəkiyə istirahədə yox, yaradıcılığa gələr. Həm də Şəkidəki dostları ilə, Şəkiyə gələn qonaqlarla həmin evdə görüşlər keçirərdi. Bəxtiyar Vahabzadənin yaradıcılığını, ümumiyyətlə dünya görüşünü simvolizə edən ən dəyərli eksponat nədir? Bəxtiyar müəllimin muzeyi Respublikamızın ən qabaqcıl muzeylərindən biridir. Ötən il Bəxtiyar müəllimin 100 illiyi idi. Muzeyimizə 12.840 nəfərdən çox qonaq gəlir. 53 ölkədən. Qonaqların bütün eksponatlar Bəxtiyar müəllimin ruhunu, Bəxtiyar müəllimin həyat tərzini yaşadır. Hər biri muzeyimiz üçün qiymətlidir. Amma qonaqların ən çox sevə-sevə sevdiyi, daha doğrusu eksponatlar Bəxtiyar müəllimin sanki səncəri olan Bakıdakı bütün evlərində yazı masası kimi istifadə etdiyi yazı masası, kitab işqabı, özünün yazdığı kitablar, yazı masası üstündə şəxsi əşyalar, 800-dən çox burada Bəxtiyar müəllimin özünün oxuduğu kitablar sərgilənir. Hər bir eksponat həm muzeyimiz üçün, həm də muzey
direktoru kimi mənim sevdiyim eksponatlardır. Əlbəttə, heç bir şairin arxivində bütün poemaları, bütün şeirlərinin də əl yazmalarını var və gələn qonaqların sevdiyi elə əl yazmalarıdır. Həm Şəhidlər poemasının, həm Gülüstan poemasının, müxtəlif şeirlərin də hər birinin əl yazmaları var. Və təbii ki, şəkillər. Axı Bəxtiyar müəllim təkcə şair, yazıcı, ədəbiyyatşünas, alim yox, həm də dramaturq idi. Və dram əsərlərini əks elətdirən şəkillərdə, o piyeslərin foto şəkilləri də hamısı gələn qonaqlar üçün çox maraqlıdır. Qonaqlarımızın əksəriyyəti Cənubi Azərbaycandan, Avropa ölkələrində yaşayan Cənubi Azərbaycanlılar, Türkiyədən saysız hesabsız qonaqlarımız gəlir və hər biri də Şəkiyə gələn qonaqların sevə-sevə ziyarət elədiyi məkan Bəxtiyar Vahabzadənin evidir. Onun piyesləri bugün Azərbaycan teatrında canlandırılarsa, cəmiyyətə nəyi bəxş edə bilər? Onu qeyd edeyim ki, ötən il Bəxtiyar Vahabzadənin 100-illiyi ərəfəsində Qazaxıstandan gələn teatr qrupası Şəkidə özümüzü kəsən qılınc Göy Türk tamaşasını verdilər. Və Şəki teatrı da 3 dəfə Bəxtiyar Vahabzadənin Dar ağacı tamaşasını səhnələşdirdilər. Bir dəfə də premyerası oldu, bir dəfə də Bakıda, Bakı ictimaiyyətinə təqdim olundu. Çox gözəl qarşılandı, çox möhtəşəm tamaşalar idi. Və ən gözəl tədbirlərimizdən biri də Mədəniyyət Nazirliyinin xətti ilə Heydər Əliyev adına sarayda 100 illik tədbir idi ki, orada çox möhtəşəm idi o tədbir. Hələ də o tədbirin demək olar ki, xoş təəssüratından qurtarmaq mümkündür. Elə teatrlarda olan o piyeslər də tamaşaçılara çox rəğbət bəslədiyi bir tamaşalar idi. Çox gözəl təsir elədi. Yol açmış gecədən gündüzə Allah, güldürməsən öz könlünü gülməz üzə Allah. Dünyaya şəfəqlər kimi Tanrım səpələnmiş, qəlbin gözü yanmasa görünməz gözə Allah. Bildik, bilirik gizlidir insandakı qüdrət, hər kəs onu fəhm etməsə acizdir o əlbət. İnsanın əzəl borcudur insanlığa hörmət, insanlığa hörmətdə ləyaqətdədir Allah. Fitrətdə yatır sözdə sözün öz yükü fikrim, seçmiş seçəcək daimə tükdən tükü fikrim. Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim, sözlərdə deyil, sözdəki hikmətdədir Allah. İnsan, təpədən dırnağa sən arzu diləysən, nəfsində duyumsuz, fəqət eşqində mələksən. Zülmün üzünə haqq deyilən şilləni çəksən, şilləndə möhürlənmiş o qeyrətdədir Allah. Şair ana dili şeirində deyir, ey öz doğma dilində danışmağı ar bilən, bunu iftixar bilən, modalı ədəbazlar. Ana dilimizin saflığına, təmizliyinə, onun qorunmasına yönələn bu misralar bu gün də eyni güclə səslənirmi? Əlbəttə, eyni güclə səslənir. Elə Bəxtiyar müəllimin öz şeirində dediyi kimi, hərdən düşünürəm özüm özümə, neçə il yaşamaq istəyirəm mən. 100 il, 200 il, 300 il, 500 il, 1000 il, milyon il sonu olan ömrü istəmirəm mən, çıxaydım zamanın çərçivəsindən. Bəxtiyar müəllimin bütün yaradıcılığı zaman məkan tanımır, zaman çərçivəsindən çıxır. Nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan dövləti var, nə qədər ki Azərbaycan milləti var. 50 milyondan artıq Azərbaycanlının dilini, bayrağını yaşadan, atributlarına yaşadan bir Azərbaycan Respublikası var. Və bu dili biz yaşadırıq. Və bu dili də qorumaq bizim borcumuzdur. Çünki gələcəkdə Azərbaycan birləşəndə də o dili gözəl şəkildə həm cənubda, həm başqa respublikalarda təbliğ edən Azərbaycan Respublikası olacaq. Yaman darıxmışam
sənin üçün yaman. Mən əsir düşmüşəm öz istəyimə. Nifrəti gizlətmək asandan asan, sevgini gizlətmək mahal işdir. Araylar yüksəlir könüldən yenə. Bu necə haraydı, bu necə haydı. Öhdəmdən gələrdim, gözüm üzünə, qulağım səsinə darıxmasaydı. Elə bil hər yerdən üzülüb əlim, mən azıb qalmışam qəm dərəsində. Dirilib yaşanır sənli günlərim, sənsiz günlərimin xatirəsində. Yaman darıxmışam, bu nədir? Ağlım sağa baxır, ürəyim sola. Ürəyim dönübdür göy göyərçinə, qonub sən gedəli, sən gələn yola. Yaman darıxmışam. Arzumu günəşin telinə sardım. Mənimlə olsaydı, mən darıxmağı zamana ən uzun ölçü sanardım. Yuxuma gəlmişdi, qısıldıq küncə. Danışdıq, yel əsdi, dağıldı dərd qəm. Kölgəyə dönmüşdüm səni görüncə, sənin işığında yox oldu kölgəm. Sevgi yaş tanımır, qəlbini yandır. Sevərək yaşasan, yaş düşməz yada. Sevən 90'ında hələ cavandır, sevməyən qocadır. Sevgidən gəlirik bu dünyaya, doymamış gedirik. Belədir qayda. Yaşarkən həyatı sevirəm, nə qəm, öləndə ölümlə sevişəcəyəm. Deyən şairin lirik şeirləri də o dövrki gənclərində sevdiyi şeirlər idi, bu gün də sevilir. Amma istərdim ki, bu yurtda çəkiliş olduğuna görə Bəxtiyar müəllimin 68-ci ildə yazdığı Ata Yurdu, belə bir şeiri var. Bəlkə də poemalar var ki, o balaca şeir qədər insana təsir edən o duyğuları yaşatmaz. Sıxsan bir balaca şeir qalmaz. İstərdim ki, yekunlaşdırım o şeirlə. Şəkidə məhlə var, nə qədər desən, dünyaya göz açdı, yuxarı başda. Bir göz evimizdə nə desən vardı, taxça aşağıda, yuxarı başda. Çıxdı ahıllığım mənim o yurtdan, amma uşaqlığım yuxarı başda. İndi mən həsrətəm o doğma yurda, odu ürəkdədir, yuxarı başda. Çox sağ olun, xoş gəlmişsiniz yuxarı başa, Şəkinin bu qədim məhəlləsinə. Hər televiziya əməkdaşları, hər mətbuat işçiləri gələndə sevinirik. Ona görə ki, onların o xoş qədəmli gəlişləri bizim muzeyimizin günü-gündən həm respublikamızda, həm də respublikamızdan kənarda tanınmasına vəsilə olur. Bu çətin, bu gözəl işdə sizə uğurlar arzulayır. Çox sağ olun. Müsahibimiz bu evin ruhunu qoruyan, şairin səsini, sözünü yaşadan muzeyin direktoru Elşən müəllim Zəkəriyyə bəyli.